ve üçüncü hissəyə başlayırıq. Tamerlan. Xeyr, Yeni Bakı komandası başlayacaq yenidən. Emil istiqamətini ötürməz. Seyiddən Ümidi görür. Ümid çıraq dəyişib və Yusif ora pres edir. Tofikdən Emildən Ümid, amma Zaur müdafiədə çox gözəl oynayır. Emildən geriyə Seyid özü irəliləyir. Yusif pres etməyə çalışır. Çaşqınlıq içində out. Rafım komandası. Tamerlan. Tamerlan artıq hərəkətlər edir. Ömər. Yusif. Əlbəsi amma qapıdan zərbə ilə oyuna başlayacaq. Ardadan Sadiq. Zərbəsi. Kimin? Zeydin zərbəsi amma qapçı Ardanın ötürməsi. Şimdi Tofik gəlir köməyə. Tamerlan özü irəliləyir. Eminlə üzbəyüz Yusif topa çata biləcək mi? Amma ötürmə azacıq sərt alır. Və Emil alt başlayır. Seyidin çaşqınlığı və 2-3-dən zərbə. Ötürməsi Zaurun zərbəsi qapçı. Qaydan top. 2-3-dən zərbə. Kim başlayır? Tamerlan. Ötürməsi Zaura. Yusifin zərbəsi qeyridə qalır. Emildən Seyid qaydan top. Yusifin zərbəsi. Yusifin penal istəyi amma oyuna davam deyirlər. Və qapçıdan ötürmə Emil'in qarşısını kəsir Yusif çaşqınlıq içində və out. Tamerlan out başlayacaq. Tofik boşdaydı amma Tamerlan onu görmür. Və Zaur'u deyir ki Zaur oyuna başlasın out'u. Tamerlan'a içəriyə doğru ötürmə amma şimdi Ümiddən ötürmə Zeyd Tofik onun qarşısını kəsməyə çalışır. Tofik ondan topu alır. Və Seyidə gələn top zərbə Arda. Qapıda çox möhtəşəm durur. Ardanın ötürməsi Tamerlan və aşırtması amma Küşdən zərbə. Tamerlan Küşdən zərbə. Və Küşdən zərbəni Tamerlan. Tamerlan'dan Ardadan içəriyə doğru zərbə. Yenidən Arda qapını boş qoyub və təhlükəli oynayır. Ardadan Zaur'dan Yusuf'u görmək istəyir. Emin onun qarşısını alır Tamerlan. Yusuf'u görəcək mi Tamerlan? Tofikdən. Tamerlan yenidən mərkəzə doğru girir. Yusuf'u görür. Zərbəsi amma Tofik topa çatsaydı gol ola bilərdi. Nəzərinizə çatdırın ki oyunun 3-cü hissəsinin 5-ci dəqiqəsidir. Və Zeyd və Yusif kim idi? Zaur'dan ötürmə. Tofik istiqamətində Ümid çox gözəl pauz edir. Seyidə ötürür. Seyid zərbəsi Yusif başla topu ram edir. Out. Yeni Bakı komandası Seyidin ötürməsi və qapçımız
Əlindən top sürüşür və küçdən zərbə. Tamerlan ötürməni hiss edir və Səidin zərbəsi amma və Sadiqə dəyən top qola çevrilir və bərabərlik qolu səhv etmirəmsə Səiddən gəlir. Çox gözəl oyun, çox gözəl taktika və bərabərlik qolu. Kimə? Tamerlandan Ardadan Sadiq ümidlə qaş-qaşıya və Tofiq köməyə gəlir. Amma içəriyə doğru ötürmə. Amma Zeydin zərbəsi Arda. Topu ram edir. Tofiq. Səid və Tofiqin qarşılaşmasından ümid köməyə gəlir Ömər. Yusif topu ram edir. Ötürməsi Tamerlan. Amma Səid. Boy. Tamerlan. Tamerlanın zərbəsi qapçı. Çox gözəl topu çıxarış edir. Amma top alta yollanır. Zaurdan ötürmə olacaqmı? Zaur. Ötürməsi Ümid. Ümid iki nəfərin arasında sıxılır. Şimdi orada Tofiq və Sadiqin arasında out kazanır. Səiddən ötürmə. Ömərdən Emin'dən Zeyd ama Yusif müdafiədə. Ram edir topu Tofiq ötürmə edəcəkmi? Ama Ümid topu alır Ömər istiqamətini ötürmə. Tamerlan köməyə gəlir. Tofiq və Tamerlan bir-birlərini anlamırlar. Ömər Yusif təhlükəni savuşturur. Tofiq yenidən Ümidlə başa baş. Tofiq çox gözəl çıxış edir. 2-yə 1. Seyitdən ötürmə. Tamerlan. Yusif yenidən Tamerlan ötürü. Tamerlanın zərbəsi Seyidə deyil. Zərbəsi qapdan yan keçir. İçəriyə doğru ötürmə qapçı yerindədir. Və uzun ötürmə. Zeyd başla ram etmək istəyir, amma top alta yönlənir. Zaurdan Arda. Ardadan Tamerlan. Seydi ötür. Tamerlan ilerleyir. Zərbəsi qapçıdan. Üçdən zərbə. Tofiqdən ötürmə. Arda'nın zərbəsi. Yenidən müdafiəçilərə xeyr ümidə deyil. Üçdən zərbə yenidən. Tamerlan revaş atası. Ama top kapıdan aralı keçir. Qapçı uzun ötürməsi. Zeyd istiqamətinə. Zeyd topa çata biləcəkmi? Xeyr. Arda. Ardadan Ömər. Arda'nın zərbəsi. Seyid.
Kimdir o? Amirdir deyəsən. Bəli, Amir onlardır. Yox, bu bizim Zəfərdir. Zəfər oyuna daxil olur. Və cərmə zərbəsi. Tamerlanın zərbəsi, amma top qapıdan aralı keçir. Qapıcıdan Türmə Ümid. Ümiddən Səyid. Ardanın zərbəsi Yusuf İskamədinə. Yusuf. Tamerlan. Tamerlandan içeriye doğru ötürmə mi olacaq? İçeriye doğru ötürmə. Qapçı və Seyid. Qapçı. Ümid zərbə mi olacaq? Xeyr, Ümid içeriye doğru girir. Boşluq tapır, Raula ötürür ama Qapçı topun kontrollü şəkildə çıxmağına şərait yaradır. Evet. Arda kapıdan zərbə ilə oyuna başlayır. Zəfər. Zəfər ayağını top tutmur. Sadiq təhlükəni soruşturur. Sadiqdən Arda. Ardadan uzun ötürmə. Tamerlan topu ram edir. Zərbəsi. Kapıdan. Nəzərinizə çatdırım ki, oyunun 3-cü hissəsinin 13-cü dəqiqəsi gedir və bərabərlik hələ də sürür. Top Zeydin əlinə dəyib çıxır, amma avantaj verirlər. Və qapıdan zərbə. Zəfər istəməndə Zəfər və Səyid. Tamerlan. Tamerlan'dan içeriye Yusuf. Qapçı. Devam edir topu. Ve Zeyd. Zeyd'in zərbəsi mi olacaq? Bəli, amma top qapıdan aralı keçir. Qapıdan zərbə ilə Arda oyuna başlayır. Səyid oyunu saxlayır. Zəfərdən ötürmə Tamerlan. Tamerlan'dan Yusuf topu ram edir. Bəli. Və alt qazan xeyr, imkan vermir çıxmağa. Ötürməsi, ikinciden zərbə. İçeriye doğru ötürmə. Tamerlan sevəndə. Tamerlan ayağını top tutmur Ümid. Zəfər onun qarşısını alır. Tamerlan. Tamerlan və Zaur. Zaur topu ram edəcək. Arda topu əllə qəbul edir. Arda'dan uzun ötürmə. Raula qarşı sərt çıxış və Sadiq subalistiyini göstərir.
Seyidin zərbəsi və gol. Seyid susun deyir və toplar arasındakı fərq 1'e yüksəlir. Yenibaş komandası geri dönüş edir və Zaur Sadiq ama Zəfər tekrar etmək istəyir ama Kenan Seyidin ötürməsi Ümidin zərbəsi ama Ardadan ötürmə Tofiq Səmədlə Tamerlan və Zaur cərmə zərbəsini yerinə yetirir ama qapıdan aralı keçir. Nəzərinizə çatdırım ki, 3-cü hissənin 7-ci dəqiqəsidir. Bu qafa öz onu. Hardan götürmüsən onu? Ged onu gətir. Ged gətir onu. Seyidin ötürməsi. Ardadan uzun ötürmə. Seyid qarşısına ala bilmir. Tofiq, Ömer. Ömer'den çok güzel hareket. Out başlayacaklar. Tamerlan out'u başlayır merkeze doğru ama Seyid onların planını pozur. Güçten zərbə. Merkeze doğru ama top Tamerlan'ın ayağına. Gelmir ve şimdi Ömer Sadik təhlükəni savuşturur. Ötürmə içeriye doğru Tofiqə. Yusif Seyiddən Tofiq ve Tamerlan ilerlemek istəyir. Tofiq özü ilerleyir. Seyid out başlayacak. Out'dur, bəli, out. Seyiddən ötürmə ama Zaur təhlükəni savuşturur. İçeriye doğru ötürmə Sadik. İçeriye doğru ötürmə ama buradan zərbə ilə oyuna başlayacaklar. Kimdir? Arda Sadik. Sadik'dən Tofiq. Seyid gəlişinə vurur ama Zaur out başlayacak. Zaur'un uzun ötürməsi. Seyiddən Zeyd. Rama Tamerlan. Zeyd topu ram edir. Zaur'dan Emin'in eline değse de devam değiller Ömer. Ömer'den Zaur imkan vermiyor.
Zeydin zərbəsi. Ümid və Tofiqin qarşılaşması. Ümiddən içəriyə doğru. Sadiq. 2-3'dən zərbə qazandırır Yenibaş komandasına. Yenibaş komandası 2-3'dən zərbəni oynayır və Ümiddən içəriyə doğru. Sadiq ram edir və Zaur istiqamətində. Zaurdan uzun ötürmə. Zaur başla ram edir. Kənar istiqamətində və Ümid. Sadiqin qarşılaşması. Ümiddən içəriyə doğru ötürmə və 2-3'dən zərbə. Tamerlan. Zaur Ümidin zərbəsi. Ömərin zərbəsi daha doğrusu. Zaurdan ötürmə Tamerlan. Ardadan Sadiq. Sadiq'dən Tofik istiqamətində ötürmə. Tofik ötürmə edəcək mi? Zaurdan uzun ötürmə ama Zeydin zərbəsi. Oradanın ayaqlar arasından keçən gol və 6-5. Seyit 6-5. 6-5. Ha 6-4 düz değil. 2 top fərqə qalxır. Bəli. Və Tamerlandan ötürmə Zaur. Və Ardadan ötürmə Yusuf və Tamerlan istiqamətində amma ötürməsi Tofik'dən ötürmə Tamerlan istiqamətində. Tamerlandan Yusuf və Bombardires golunu vurur. Hesab arasındaki fark bir topa enir. Yusuf oyuna daxil olar olmaz. Golunu vurur və kim idi? Seyitdən top alta çıxır Kənandan içəriyə doğru ötürmə Tamerlan istiqamətində amma Emin ona imkan vermir. Tamerlan üç nəfərin arasından çıxmaq çalışır. Xeyr Zeyd ona imkan vermir amma Tofik ötürmə edəcəkmi amma Ümid və Tamerlan qarşılaşması amma Tamerlan alt kazandırır. Yusuf istiqamətində. Yusuf'dan içəriyə doğru. Tofik boyu çatmır. Topu ram etsin. Zeyd'dən Seyit ötürməsi. Zaur'un ayağına top gəlmir və Raul out başlayacaq. Və içəriyə doğru ötürmə Eminin ayağına top gəlmir. Arda özü gəllər. Ardadan Tamerlan istiqamətində mi? Xeyr, Tofik'i nəzərdə tuturdu amma Tofik topa yaxın değildi. Və yenidən out başlayırlar. Out'u başlayanda Ardadan içəriyə doğru Tamerlan istiqamətində Seydin zərbəsi və Arda qapıda çox gözəl oyun nümayiş etdirir. Və Yenibaş komandası qələbə qazanır və bu oyun yoldaşlıq oyunudur, dostluq, yoldaşlıq və qardaşlıq oyunudur bu oyunda. Udan olmur. Uşaqların motivasiyası, oyuna davamlılığı yoxlanış üçün idi. Və sizinlə mən profesional oyunların
həvəskar çəkilişçisi Şaməddin idi. Sağ olun, gələn görüşlərə.